شمامه بوکه دوتمامه 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 بوکه وی 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 شمام وی وی وی. Amerikan Hospital Tbilisi sizi yeni il münasibətilə təbrik edir. 25 dekabr, 20 yanvar tarixləri arasında həkim qəbulu, radioloji müayinələr və laboratoriya testlərdə 20% endirimdən yararlanmağa dəvət edir. Yeni il sağlamlığınıza qayğı göstərməyə başlamaq üçün ən uyğun zamandır. Əlaqə nömrəsi 322 009 009. Ünvanımız Tbilisi, Sxezi küçəsi 17. Bir həyat hekayəsi, sevinci, kədəri, problemi və həyat təcrübəsi ilə dolu olan təsirli və ibrətamiz bir həyat hekayəsi. Hər insanın özünə məxsus bir həyat hekayəsi var. Müxtəlif həyat hekayələrini dinləmək üçün 96.9 tezliyində Marnoli Radiosunun canlı efirində Rübabə Muxtarovanın təqdimatında çərşənbə axşamı saat 12:00-da dinləyə bilərsiniz. Salam, hörmətli Radio Marnoli dinləyiciləri. Necəsiz? Ümid edirəm ki, hamı yaxşıdır. Bu bizim 2026-cı ildə ilk sizinlə görüşümüzdə əziz dinləyicilər. Bir daha keçmiş, necə deyirlər, yeni ilinizi təbrik edirik. Sizə bu yeni ildə həqiqətən də hər birinizə uğurlar, can sağlığı, əsas can sağlığıdır. Can sağlığı arzu edirik əziz dinləyicilər. Bugünkü bizim verilişimizin qonağı Təranə xanım Mirzəyevədir. Salam Təranə xanım, necəsiz? Hoş gördük. Təranə xanım, özünüzü bizim dinləyicilərə biraz təqdim eləyə bilərsinizmi? Bəli, əvvəla mən də hər kəsin yeni ilini təbrik edirəm və Allahdan hər bir kəsə can sağlığı, xoşbəxtlik və bütün il boyu qoy hər şey yaxşı olsun onlar üçün. Mən Mirzəyeva Təranə, Azərbaycanda doğulub boya başa çatmışam, ailəliyəm, hal-hazırda Marnoli şəhərində yaşayıram. Lap yaxşı. Təranə xanım, uşaqlığınız harda və necə keçib? Uşaqlığım Azərbaycanın bir kəndində keçib. Çox dəcəl olmuşam, aktiv uşaqlığım olub, amma o qədər də itayətli olmuşam valideynlərimə. Axtarışda olan uşaq olmuşam. Belə, necə deyim, hər zaman təbiətdə, kənd həyatında böyüdüyümə görə çiçək, böcək, nə görsəm, hər şeylə maraqlanmışam. Gecələr yadımdadır, hər gecə həyətə çıxardım, göy üzünə baxardım, aya, ulduza, günəşə və düşünərdim ki, necə yaranıb, necə göy üzünə qoyulub. Belə axtarışda olan uşaq olmuşam. Bəzən mənə arxeoloq deyirdilər, çünki çox axtarışdaydım hər şeyin, belə necə deyim, qazıntı kimi dərinə getmək istəyirdim və düşünürdüm və bu məndə hələ də qalıb. Düşünürəm hər zaman Allah nəyi necə yaradıb, nə üçün yaradıb, dəyər verirəm. Bəs dəcəlliyiniz nədə olub? Neynəmisiniz dəcəllik eləyib? Dəcəlliyim belə pis tərəfə olmayıb, dəcəlliyim çox evdə kiçik olmuşam, mənim bir qardaş, bir bacı vardı və 3-cü uşaq mən olmuşam və demək olar ki, onlar məndən böyük olub, amma həmişə onların nəsə başına bir maraqlı oyun gətirirdim və məktəbdə aktiv olmuşam. Kiməsə, nəsə bir hadisə baş verəndə, məktəbdə kimsə bir təklənəndə belə olur da, mən qız da olsam müdafiə eləmişəm. Yəni həmişə çalışmışam ki, əzilən uşaqların yanında olum, müdafiə eləmişəm belə çox şeylər. Lap yaxşı. Ailənizin sizin həyatınızda necə rolu olub, necə təsir edib?
Ailəmin mənim həyatımda rolu hər bir şeyə baxmayaraq ki, atam çox ciddi insan idi. Ciddi və qaraqabaq, çox belə zəhmli insan idi. Və o evdə olanda demək olar ki, bizim bilinmirdi ki, evdə uşaq var yoxsa ki, yox. Ona görə bütün bu şeylər və anam isə çox həlim idi, çox sakit idi və bütün bu şeylər məndə güclü xarakter, məni güclü şəxsiyyət kimi yetişməyimə belə necə deyim, təsir elədi. Və məni güclü şəxsiyyət kimi yetişdirdi. Mən hər şeydə dözümlüyəm, hər bir şeydə yıxılmıram, hər bir həyatımda nəsə dalğa olanda, nəsə bir təsir olanda bu məni tez yıxa bilməz. Belə. Lap yaxşı. Həyatınızda dönüş nöqtəsi olan bir hadisə varmı? Həyatımda dönüş nöqtəsi olan bu mənim 2013-cü ildə xəstəlik baş verdi məndə. Qanıma bir mikrob infeksiya keçmişdi və bu şey mənim həyatımda dönüş nöqtəsi oldu, yəni təsir elədi çox. Məni çox pis halda həkimə yetişdirdilər, xəstəxanaya, çünki artıq son nöqtə idi, çox halsız idim və həkim qəbul etmək istəmirdi məni və düşünürdü ki, biz Bakıya getməliyik və mümkün deyil ki, bu rayon, şəhər yerində, yəni mümkün deyil ki, sağalmaq olar. Amma yoldaşımın çox israrı ilə o məni xəstəxanaya yatırdı və 15 gün boyunca mən müalicələrə davam oldu. Amma mən çox halsız idim, sadəcə gözlərimi açırdım, baxırdım, bir neçə kəlmə söz danışa bilirdim və yenidən gözlərimi yumurdum. Çünki infeksiya mənim bütün bədənimi öldürmüşdü demək olar. Yadımdadır, bu 15 gün keçidindən sonra mən xəstəxanada elə o eyni otaqda, yatdığım otaqda gözümü açdım. Gördüm ki, anam və bir tanış qadın, onlar mənim yanımda başımın üzərində oturublar. Və anam ağlayır, mənə baxır, pis olurdu. Mən yenidən gözlərimi yumdum. Və bu anda bilmirəm nə qədər vaxt, nə qədər zaman içində, amma çox yaxşı xatırlayıram ki, gözlərimi yumandan sonra sanki göylər açıldı və oradan parlaq bir işıq mənə tərəf gəlirdi. Və mən sadəcə bu göz qamaşdırıcı işığa belə necə deyim, baxa bilmirdim. Başımı aşağı saldım, gözlərimi aşağı dikdim və hiss etdim ki, bir əl, oradan bir əl mənə uzanıb və əl başıma toxunur. Və mənə bu anda rahatlıq gəldi və mən istəyirdim ki, görəm o kimin əlidir. Mənim üzərimə, başıma əlini qoyub və mən gözümü qaldırıb baxanda İsa Məsihi gördüm. O doğrudan gülümsəyərək mənə baxırdı və mən sadəcə lal kimi donub qalmışdım. Heç nə deyə bilmirdim, heç nə danışa bilmirdim, sadəcə baxırdım. Və mən ürəyimdə bircə bunu keçirdim ki, sən gəldin və birdən gözlərimi açdım. Anamı yenə başımın üzərində oturan gördüm. O mənə yenə dedi, nəsə istəyirsən, nə istəyirsən? Mən dedim ki, hə, mən çox acam, mənə yeməyə nəsə ver. Çünki 15 gündür heç nə yemirdim. Hətta evdə belə olarkən artıq yeməyi dayandırmışdım. Çox vəziyyətim pis idi. Və o sevinərək biraz nəsə gətirdi və mən
özümü çox yaxşı hiss eləyirdim. Sanki bədənimdə yaxşı bir rahatlıq var idi. Bunu izah edə bilmirəm, sadəcə yaşamışam deyə. Və o gündən sonra demək olar ki, mənim bütün bədənim şəfa aldı. Hətta o gecəsi həkim hər gecə məni gəlib yoxlayırdı, baş həkim nəzarət edirdi özü. Hətta o neçə günlərlə gecələri evinə getmədən mənim başımın üzərində oturduğunu dedi. Çünki o qədər ciddi idi vəziyyət, özü nəzarət eləyirdi. Və o mənə dedi, artıq yaxşılığa gedir, çox qəribədir. Səhər sən yaxşı deyildin, amma indi axşamdır, artıq yaxşıya gedir və bir çox dərmanları dayandırdı. Və mən bu hadisədən 3 gün sonra, 3-cü günündə mən evə buraxıldım. Ambulator evə buraxıldım. Hər şey yaxşı idi, artıq yeyirdim, içirdim, normal otura bilirdim. Və bir müddət keçdikdən sonra biz yenidən xəstəxanaya gələndə, eyni həkimlə qarşılaşanda o məni yaxşı yadında saxlamışdı. O dedi, ha sən hələ də yaşayırsan. Bu zarafatça deyilən söz idi. Mən dedim, hə, çox yaxşıyam, çox sağ olun. O dedi, bilirsən, sənin sağalmağın möcüzə oldu. Mən gülümsədim, dedim, hə, bilirəm. O dedi, doğrudan, mən belə inanmırdım ki, sən sağalarsan. Onun üçün də mən səni götürmək istəmirdim. Və istəyirdim ki, sən Bakı şəhərinə gedəsən, bəlkə orada sənin üçün bir şans olar. Amma həqiqətən mənim belə möcüzəli şəfa almağım, bu mənim dönüş nöqtəm oldu. Mən Rəbbə daha çox bağlandım, onun şəfasına, onun möcüzəsinə. Mən öz bədənimdə bunu dəfələrlə yaşadım, hiss etdim, sübut etdim ki, həqiqətən də Allahın varlığı və onun qüdrəti hər yerdə, hər kəslə də ən zəif vaxtda, ən zəif vaxtında gəlir. Şükür, amin. Qarşılaşdığınız ən böyük çətinlik nə olub və onu necə aşmısınız? Mənə elə gəlir, bu olub ən böyük çətinlik sizin həyatınızda. Hə, mən də ömrüm boyu düşünürdüm ki, mənim üçün ən çətin vəziyyət mənim bu ölüm halından qayıtmağım olub. Amma belə deyil, təəssüf eləyirəm. Kaş ki belə olardı, amma belə deyil. 2024-cü ilin noyabr ayında mən Azərbaycandan pis xəbər aldım. Bu bacımla bağlı idi. Mən sizə dedim, mənim bir bacım və bir qardaşım var. Amma təəssüf eləyirəm ki, bədbəxt hadisə bacımı bizdən aldı. Bu 2024-cü ilin noyabr ayında oldu. Mən o xəbəri alanda sanki dünya dayandı. Sanki hər şey dondu, hər şey sıfırlandı. Və düşünə bilmirdim. Hər şey mənə çətin gəlirdi. Sanki mən deyirdim, bu yuxudur. Mən oyananda hər şey bitəcək. Sadəcə qorxulu yuxu kimi qəbul edirdim. Və bu mənim həyatımda ən çətin sınağım, ən çətin bir aşılmaz göründü. Çünki mən deyirəm, güclü xarakterdə böyümüşəm deyə bu şey məndə var və heç vaxt yıxılsam da qalxa bilirəm, yəni təslim olmuram. Amma mən bir müddət bu acıya təslim oldum və demək olar ki, yıxıldım. Amma yenə şükür edirəm ki, Rəbbə bağlılığım, sevgim, Allahın sözlərinə sevgim bu məni qaldırdı. Mən müqəddəs kitab oxuyuram və orada kəlamda insanın faniliyindən və həyatın hər şeyin keçib gedəcəliyindən yazır. Amma ruhunsa əbədi yaşayışından, ruhunsa ölməzliyindən və Allahın ruha önəm verməyindən yazır. Bu şey də mənə çox təsəlli verdi və mən deyərəm ki, təsəllini gücü Allahın sözündə tapdım. Başqa heç nə mənə təsəlli verə bilmirdi və düşünürəm verə bilməz. Çünki Allahdan başqa heç yerdə təsəlli tapmaq olmur.
Ən çətin vaxtımda hər zaman Allahın əlini görmüşəm və bu dəfə də mənə Allahın sözü və onun təsəllisi kömək oldu. Şükür. İndiyə qədər verdiyiniz ən önəmli qərar nə olub? İndiyə qədər verdiyim ən önəmli qərar bir neçə qərarım olub, amma bu barədə danışmaq istəmirəm. Çünki mən indiyə qədər hər nə qərar versəm, kiçik, böyük, hər nə edəcəyim bir kiçik iş də olsa mənim üçün çox önəmlidir. Məsuliyyət daşıyıram, çox həyəcanlanıram üzərində və düşünürəm ki, hər bir qərarım mənim üçün önəmlidir. Çünki insanın hər gün yaşaması belə önəmlidir. Hər bir addımı, hər bir hərəkəti önəmlidir. Məncə kiçik və böyük qərar yoxdur. Sadəcə insandan asılıdır ki, ona necə baxır. Düzdür. Sizə ilham verən insanlar kimlər olub həyatınızda? Mənə ilham verən mənim anam. Anam hər zaman mənə güvənib, hər bir çətin işimdə, hər bir nəsə etməyə hazırlaşanda, qərar verəndə həmişə anama danışmışam. O məni ruhlandırıb. Əlbəttə həyat yoldaşım da hər zaman ruhlandırıb, amma anam hər zaman deyir ki, hər şey yaxşı olacaq, sən bacaracaqsan. Hətta biraz mənim üçün çətin olan şeyləri ki, hansı ki bilirəm orada zəifəm, amma anam deyir, yox, yaxşısan. Çox sağ ol deyirəm ona buradan, doğrudan. Həqiqətən yaxşı ki mənim anamdır, yaxşı ki həqiqətən Allah onu mənə verib. Allah canını sağ eləsin. Amin. Bütün analarımızın Allah canını sağ eləsin, atalarımızın. Amin. Həyatda ən çox dəyər verdiyiniz şey nədir? Ən çox dəyər verdiyim, mənim üçün ən çox dəyər verdiyim birinci yerdə həmişə deyirəm, Rəbbim, Allahım. Çünki mən özümü Rəbbsiz təsəvvür etmirəm. Niyə? Keçmişimə baxanda, o keçdiyim şeylərə baxanda düşünürəm, Rəbdə olmasaydım, yəni Allahın sözlərini oxumasaydım, bilməsəydim, onda yaşamasaydım və ürəyim ona bağlı olmasaydı necə olardı? Xəstəliklərimi aşa bilərdimmi? Bacımın bu faciəsində necə olardım? Qalxa bilərdimmi? Yoxsa ki, başqa cür olardı? Ona görə birinci yerdə mənim üçün Rəbbimdir. Sonra ailəmdir və dostlarımdır. Yaxşı, yaxın dostlarım var və dürüstlük, düzgünlük önəm verirəm hər şeydə. Dürüstlük, düzgünlük. Əgər düzgünlük yoxdursa, mən o yerdən qaçıram, o şeydən qaçıram. Çünki çox sevirəm və özüm də hər zaman çalışıram ki, dürüst, düzgün olum insanlarla. Çünki bilirəm ki, Allah hər şeyi görür və biz hər şeydə ona cavab verəcəyik. Sizi ayaqda tutan əsas prinsip nədir? Məni ayaqda tutan əsas prinsip bu məndə yenə də uşaqlıqdan var. Hər zaman düşünmüşəm. Hər şey yaxşı olacaq, hər şey keçib gedicidir. Heç bir çətinlik qalıcı deyil. Bugün əgər pisdirsə, sabah daha yaxşı olacaq. Belə bir uşaqlıqdan ümidim var. Bu indi də davam edir. Hər nə çətinlik olsa düşünürəm, sabah daha yaxşı olacaq. Sabah bundan da yaxşı olacaq. Bu keçib gedəcək, indi belədir. Və həqiqətən də elə olur. Və çətinlikdə olan insanlara da demək istəyirəm ki, heç vaxt düşməsinlər, sınmasınlar. Çünki heç nə qalıcı deyil. Hər anın, hər dəqiqənin öz hökmü var. Ona görə də əgər bu gün sənin üçün pisdirsə, sabah daha yaxşı olacaq. Bugün kədərlisənsə, sabah mütləq sən nəyəsə sevinəcəksən, güləcəksən. Belə bir ümidim var. Ümidlə yaşayıram. Amin. Boş vaxtlarınızda nə ilə məşğul olursunuz?
Boş vaxtlarımda xoşlayıram təbiətdə. Çalışıram ki, nə qədər hava günəşli olanda təbiətə gedim, gəzim və yenə də nəsə kəşf eləyim təbiətdə. Ruhum dincəlir. Əl işləri, musiqi, nəsə düzəltmək çox sevirəm və musiqi ilə məşğul oluram. Çox sevirəm. Ruhum dincəlir bu şeylərdən. Görürəm bugün də gitarla gəlmisiniz bura. Aha, bəli. Bizim üçün yəqin ki, nəsə hazırlamısınız. Aha, bəli. 2 musiqi hazırlamışam, sevdiyim. Aha, buyurub oxuya bilərsiniz. Çala bilərsiniz. Aha, bəli. Düşünürəm ötəsindən gələrəm. Çünki ilk dəfədir ki, canlı efirdə edəcəm. Hər zaman dostlarımla evdə və yaxud da yaxın insanlar gələndə birlikdə, amma ilk dəfədir canlıda. Yaxşı olar. Çox sağ olun. Buyurun. Mənim üçün ismi belədir, adı. Mənim üçün qızıldan da bahar, almazdan da qiymətli. Görünüşün yaqutdan da gözəl. Böyük Rəbbim Allahım, mənim üçün qızıldan da bahar, almazdan da qiymətli. Görünüşün yaqutdan da gözəl. Böyük Rəbbim Allahım, səndən başqa xilaskarım yox. Səndən başqa ümid yerim yox. Səndən başqa qüvvət verən yox. Yalnız Rəbbim Allahım, mənim üçün qızıldan da bahar, almazdan da qiymətli. Görünüşün yaqutdan da gözəl. Böyük Rəbbim Allahım, səndən başqa xilaskarım yox. Səndən başqa ümid yerim yox. Səndən başqa qüvvət verən yox. Yalnız Rəbbim Allahım, yalnız Rəbbim Allahım, yalnız Rəbbim Allahım. Amin. Çünki ondan başqa mənə qüvvət verən olmadı və şəfa verən. Doğrudan da, Şükür doğrudan olsun. da şükür. İkinci. Bu da çox sevdiyim bir ilahi musiqidir. Məhəbbətdir adı.
Sonra izah edərəm nə üçün. Məhəbbət çox qüdrət həyatımda səndən olsun. Məhəbbət çox qüdrət həyatımda səndən olsun. Məhəbbət çox qüdrət həyatımda səndən olsun. Sənin adını bütün qəlbimlə, sənin adını bütün canımla, sənin adını bütün gücümlə ucaldaram. Rəbbim ucaldaram. Sənin adını bütün qəlbimlə, sənin adını bütün gücümlə, sənin adını bütün canımla ucaldaram. Rəbbim ucaldaram. Məhəbbət çox qüdrət həyatımda səndən olsun. Məhəbbət çox qüdrət həyatımda səndən olsun. Amin. Amin. Aha. İndi bu mahnının mənası, yəni izah edəcəm. Məhəbbət bildiyiniz kimi Rəbbim dedi. Bütün birinci və ikinci bu mahnı, musiqi ilahi Rəbbimə aiddir. Mən çox vaxt Rəbb üçün oxuyuram, onu izzətləndirməyi sevirəm Allahı. Çünki o bizə həyat verib, nəfəs verib. O bizə gözəl dünya verib, hər şeyi yaradıb insan üçün. Niyə biz ona təşəkkür etməyək? Niyə onu izzətləndirməyək, ucaltmayaq? Və məhəbbət Allahın məhəbbəti, çox qüdrət onun qüdrəti, gücü və həyatımda səndən olsun. Yəni həyatımda sənin gücün, qüdrətin, məhəbbətin olsun hər zaman. Olanda yaşa yaxşı olur. Onun üçün bu musiqidə sözlər belədir. Sənin məhəbbətin və gücün mənim həyatımda olsun. Mən bayaq dedim, onun gücü məni sağaltdı, onun məhəbbəti mənə kədərimdə şəfa verdi. Onun üçün də çox gözəl ilahidir və sevirəm hər zamanda Allahı, Rəbbi belə ucaldıram. Çox sağ ol ki, oxudun bizim üçün. Yəqin ki, siz özünüz də əlbəttə gəncsiniz, amma sizdən gənc nəslə, yəni nə tövsiyəniz, nə məsləhətiniz olardı, məsələn, indiki yeniyetmələrə? Gənclərə birinci onlara savadlı, özünü inkişaf etdirən unsurlar, şəxsiyyət kimi və önəmlisi böyüklərə hörmət etsinlər. Fərqi yoxdur. Ana, ata, amma birinci insan evin içində anaya, ataya hörmət edər ki, sonra çöldə başqalarına hörmət etsin. Əgər bu evdə yoxdursa, çöldə olmaz. Ona görə də ataya, anaya hörməti etsinlər. Çünki unutmasınlar ki, onlar çox əziyyətlə böyüdürlər. Hər zaman onların arxasında dururlar. Və sonra onlara daha bir tövsiyəm, cəmiyyət üçün xeyirli olsunlar, yararlı olsunlar. Həmişə düşünsünlər ki, cəmiyyətə, ətrafa, insanlara necə xeyir verə bilərlər, necə kömək edə bilərlər. Bu şeyləri özlərində cəmləşdirsinlər. Çünki
Allah bizi yaxşı yaradıb və yaxşılıq etmək də ondandır. Və kim bunu edərsə, hörmət edərsə böyüyünə, yaxşılıq edərsə, ətrafına xeyirli olarsa, o Allahı razı salmış olur. Düzdür, düzdür. Axırıncı sualım, geriyə dönsəydiniz, nəyi fərqli edərdiniz həyatınızda? Bəzən düşünürəm ki, geri dönsəm çox şey dəyişərəm, amma sonra düşünürəm ki, həyatımda o şeylər olmasaydı, bugün güclü şəxsiyyət, kimi özümü yetişdirə bilməzdim və müdriklük. Çünki həyatımızda olan pis və yaxşı şeylər bizi böyüdür, həyata hazırlayır. Yəni, hər zaman yaxşı olsa, biz çətinlik nədir bilməsək, güclü ola bilmərik. Ona görə də mən geriyə dönsəm, bircə zəifliyim var idi. Yəni, əvvəllərkən daha gənc, yetkin olanda tez qərar verirdim hər şeydə, düşünmədən. Amma indi yüz ölçüb, bir dəfə biçirəm ki, sabah bunun hər şeyin bir nəticəsi var. Ona görə də indi sabahki nəticəsini düşünüb bugün qərar verməyə çalışıram. Geriyə dönsəm o xasiyyətimi dəyişərdim. Çünki bəzən mənə çətinlik yaradır və peşmanlıq hissi verib tez qərar verməyim. Amma belə, yenə hər şeydən razıyam ki, yaxşı, pis, səhvlərimlə, düzlərimlə bugün yaxşı şəxsiyyət kimi yetişə bilmişəm. Şükür olsun. Lap yaxşı, şükür. Lap yaxşı Təranə xanım. Gördünüz, çox həyəcanlanırdınız. Ancaq burada baxın, görün ki, elə bir şey, həyəcanlanası bir şey yox idi. Çox həyəcanlıydım. İlk dəfə idi. Çox sağ olun ki, mənim dəvətimi qəbul elədiniz, gəldiniz. Çox sağ olun. Siz sağ olun, dəvət elədiniz. Sizə uğurlar, kollektivinizə uğurlar. Çox sağ olun. Yeni ildə yeni yaxşı layihələr, hər bir işinizdə uğur diləyirəm sizə. Amin. Çox sağ olun, çox sağ olun. Bəli, əziz Radio Marnoli dinləyiciləri, bugünkü Bir Həyat Hekayəsi verilişimiz sona yetdi. Gələn görüşlərdə sizinlə görüşənədək əziz dinləyicilər, sağ olun, sağlıqla qalın.